Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 41 nömrəli marşrutdan hardasa 100 metr, 150 metr məsafədə təxmini deyirəm. Demək, hörmətli izləyicilər, 3 otaqlı tam təmiri, giryaşa vəziyyətində olan bir həyətimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırılan bu ev satış üçün də tikilsə də tam standartlara uyğun. Evin fundamenti, kəmərləri, bax, yuxarıdan kəmərləri vırılıb, gördüyünüz kimi. Ev qoşadaşdan inşa olunub. Demək, gördüyünüz kimi həyət yanı sahəsidir. Evin həyətinə rahat maşın daxil olur. 2 dənə draplar qoyulub, qaz, su, işıq, kanalizasiya, hamısı mərkəzi xətti ev sahibi tərəfindən təhvil veriləcək. Qazı, su, işığı, bunu da nəzərinizə çatdırım. Həyəti belə çəkirəm, rahat 3-4 maşın rahat daxil olur həyətinə. Ev 6-7 daş kürsüdə inşa olunub, tam təmir vəziyyətdə olan bir evdir. Açıq boylardan istifadə olunub. Gördüyünüz kimi, hörmətli izləyicilər, bu evin giriş hissəsi, dəhliz hissəsidir. Ağ qapılardan, açıq boylardan istifadə olunub. Gördüyünüz kimi, bura qonaq otağıdır. Düz pəncərəsi öz həyətinə baxır. Hörmətli izləyicilər, ev tam hazır vəziyyətdə təmir edilir. Bir dənə mətbəx alınacaq, yığılacaq. İndi evin bir dənə aksesuarları nəzərinizə çatdırım. Yəni, kombi sistemlərəcə də çəkilir. Onları da nəzərinizə çatdırım ki, evin qiymətindən asılıdır. Kombini ev sahibi qoyub da verə bilər, qiymətdə danışılan asılıdır. Belə də alıb, özünüz də qoya bilərsiniz. Bura mətbəx hissəsidir. Bax, gördüyünüz kimi, oranın da, o hissəsində paltaryoy maşına görə ora beton da tökülür. Təxmini hardasa 10-12 kvadrat mətbəxidir. Keçirik bu tərəfə. Burada sanuzel hissəsidir. Sanuzel də təmiri vəziyyətdədir. Gördüyünüz kimi, hörmətli izləyicilər. Aksesuarda yenə qeyd edirəm, hörmətli izləyicilər. Evin danışın qiymətindən asılıdır. Burada bir uşaq otağıdır. Gördüyünüz kimi, hörmətli izləyicilər. Uşaq otağı da hardasa bir 10 kvadrat olar, 9-10 kvadratdır. Yəni, uşaq otağı üçün normaldır. Burada da yenə bir dənə 12-14 kvadratlıq bir yataq otağıdır. Gördüyünüz kimi, buranın da yataq otağı təmiri vəziyyətdədir. Nə var, hamısı təqdimatda hörmətli izləyicilər çəkirəm, göstərirəm. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da, Facebook'da seç al. Yəni seçib almaq əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyirsiniz. Evlər hamısı kodlaşdırılıb, zəng vuran zaman kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Sənəddir indi ev sahibinə ya bələdiyyə olacaq, ya qeydiyyatla olacaq. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Evin qiyməti, start qiyməti 86 mindir, 41 nömrəli marşrutuna yaxındır. 86 min start qiyməti. Real alıcı olsa endirimi birbaşa sahibi ilə danışacaqsınız. Son söz, hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da. Amin.